Uşağı taksidə burada idi vuranda. Bax bu hissədə qapıdan girdi, bu hissədə tutdu belə boğdu onu belə. Taksi şoförünə dedim ki, sən dedim bir al dedim bıçağı əlindən dedim. Da ay bala dedim. Niyə qoyursan vurmağa dedim. Niyə qoyursan onu düşüb maşından gəlsin. Sən görürsən bunun əlində bıçaq var dedim. Sumqayıtda dəhşətli cinayət hadisəsi qeydə alınıb. Hadisə Hacı Zeynalabdin qəsəbəsi 4 saylı binanın girişində, yəni hazırda dayandığım bu ünvanda qeydə alınıb. Belə ki, İsmail Ramazanov qeyri-rəsmi nikahda yaşadığı Mehriban Ağabalazadəni məhz burada tutub və ona bir neçə bıçaq zərbəsi vurub. Qeyd edim ki, qadın aldığı bıçaq zərbələrindən sonra elə hadisə yerində də dünyasını dəyişib. Qeyri-rəsmi nikahda yaşadığı kişi isə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Mən elə bil mənim qızımın qayını yoldaşıdır. Sumqayıt şəhərində ağır cinayət hadisəsinin təfərrüatları məlum olub. Yevlax rayon sakini 49 yaşlı İsmail Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı 31 yaşlı Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisədən sonra qaçmağa cəhd edən İsmail Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Mərhumun qohumlarının verdiyi məlumata görə cütlük rəsmi nikahda olmayıb. Hadisə barədə ətraflı məlumat verərdiniz də necə baş verib, necə oldu? Valla hadisə belə oldu ki, axşam o yoldaşı ilə danışırdı telefonla. Mən də elə bir şahidəm ki, yanında idim, görürdüm danışırdı. İndi polislər gəlinin telefonu elə bil əlində idi, aşağıdan apardılar ki, açdırıb baxaq görək dedi. Hamısını zaps eləmişəm dedi səslərin. Dəfələrlə zəng eləyib, hədələyib onu ölümlə. Özü də deyirdi ki, məni boğur, evdə də məni hədələyir, öldürəcəyəm səni. Boğurdu deyir məni, deyir ki, öldürəcəyəm səni deyirdi. İndi bu da elə bir onda olan uşağından qorxurdu ki, birdən onun başını kəsər, birdən onu öldürər. Ona görə evin yerini dedi ona. O necə bir-iki dəfə gəldi, produkt zat getirdi, yaxşı-yaxşı da gəldi bura gördü. Mənəm evdə, mən ağbirçək qadınam. Mənim yanımda onlar nə eləyə bilərlərmi? Mən ağbirçək qadınam. Özü gəlin bir şirin gəlin, gəlin bir sakit gəlin, bir yaxşı gəlin. Məlumat verilib ki, şəxslər birlikdə yaşadıkları müddətdə tez-tez ailə daxili münaqişələr yaşanırmış. Cütlüyün 2 az yaşlı övladı olduğu qeyd olunur. Bu da deyirdi ki, burada ev tutaram, ayrılaram ondan, ev tutaram, qalaram ayrı, uşaqlarımı da yığaram üstümə. Nə bilim, belə oldu söhbət valla. Onlar mənim yanımda neyniyə bilərlər burada? Sakit bir gəlin, sakit bir gəlin. Allah hamd olsun. Xanım həmişə deyirdi ki, yəni bunların arasında tez-tez mübahisə olurdu. Tez-tez mübahisələr, deyir, uşaq özü desin, deyir, qabağımda boğurdu, deyir, anamı deyir, dəfələrlə deyir. Səbəb deyəndə ki, deyir, hələ bir deyir, içirdi deyir belə. İçirdi deyir, başlayırdı deyir, məni döyməyə, söyməyə, vurmağa, boğmağa deyir. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, martın 6-sında 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmail Ramazanovun qadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İsmail Ramazanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.